Ayrı 24'ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mönsümovadır. Axşamınız xeyir, günün əsas xəbərlərinə keçək. İrəvandakı son təmaslar Avropa İttifaqının Ermənistanda hərbi aktivlik istəyi fonunda da diqqət çəkir. Buna səbəb Avropa Siyasi Birliyinin samitindən bir neçə gün sonra Polşa və Ermənistan orduları arasında əldə olunan anlaşmadır. Söhbət Ukraynaya güclü dəstəyi və Avropada sürətli ordu quruculuğu ilə seçilən ölkənin Ermənistanla birgə hərbi təlimlər gerçəkləşdirmək qərarından gedir. Ekspertlər isə bunun Brüsseldəki son təmaslardan qaynaqlana biləcəyini istisna etmirlər. Bəs İttifaq bu kontekstdə tam olaraq nəyi hədəfləyir? Rusiyanın orbitini mi daraltmaq? İzləyək. Ermənistan-Avropa əlaqələri fonunda daha bir vacib yenilik Müdafiə naziri Suren Papikyanın Polşaya səfəri olub. Səfər çərçivəsində hərbi əməkdaşlığı genişləndirmək qərarı alınıb. Söhbət birgə təlimlər, hərbi akademiyalar arasında əməkdaşlıq və müdafiə sənayesi sahəsində təcrübə mübadiləsindən gedir. Eyni zamanda Varşavada Ermənistan səfirliyində hərbi ateşi ofisi açılmasından da bəhs olunub. Əslində iki ölkə arasındakı hərbi əlaqələr uzun müddətdir mövcuddur. Lakin bu dəfə diqqət çəkən məqam simvolik diplomatiyadan kənara çıxılmasıdır. İddialara görə qısa müddət əvvəl İrəvanda gerçəkləşən Avropa Siyasi Birliyi samiti buna təkan verən əsas amillərdəndir. Bu baxımdan sözü gedən məsələ Avropanın bölgədəki hərbi aktivlik planından xəbər verə bilər. Avropa İttifaqının üzvləri ilə münasibətlər qurmaq müxtəlif sahələrdə, eyni zamanda hərbi sahədə mən əminəm ki, hal-hazırda Yerevanın əsas məqsədidir. Bu kontekstdə Ermənistan-Polşa münasibətlərin hərbi istiqamətdə yaxınlaşması, əməkdaşlığı, müəyyən razılıqlar əldə olunması düşünürəm ki, tam yerinə düşən bir amildir. İkinci mühüm məqamsa Avropa ilə Rusiya arasındakı gərginliyin pik həddə çatdığı bir dövrdə İrəvanla təmasların göründüyündən daha əhəmiyyətli və eyni zamanda riskli addım hesab edilməsidir. Bu Brüsselin Rusiyaya qarşı ənənəvi yanaşmalar əvəzinə daha radikal mövqe tutduğunu da ortaya qoyur. Çünki əvvəlki dövrlərdə ittifaq ancaq demokratik islahatlar və ya iqtisadi yardım kimi alətlərlə çıxış etməkdə idi. Paşinyan hökuməti üçünsə bu yaxınlaşmanın əhəmiyyəti qarşıdan gələn parlament seçkisi ilə izah olunur. Hərçənd Rusiya ilə pisləşən münasibətlər hətta qərb yönümlü elektorat arasında da təhlükəsizlik narahatlıqlarına səbəb olub. Bu məqamda Paşinyanın təhlükəsizlik alternativi göstərərək Polşa amilini siyasi kapitala çevirəcəyi iddia edilir. Ermənistan bu hamleleri önümüzdeki seçim süreciyle birlikte Paşinyan hükümetine artı ve eksilerinin neler olacağını elbette ki zaman gösterecektir. Fakat Rusya'nın tutumunun ne olacağı tabii ki bilinmektedir. Çünkü Rusya Ermenistan üzerinden Kafkaslar sahasındaki hegemonik gücünü kaybetmek istememekte ve Ermenistan üzerinden Kafkasya'da varlığını sürdürmeye çalıştığı da bilinmektedir ki gelişmelere tepki koyması da beklenmelidir. Avropanın bölgədəki mümkün hərbi mövcudluq planı çərçivəsində məhz Varşavanın öndə olması isə təsadüfi deyil. Polşa Kremlə qarşı sərt mövqeyi fonunda son illər təsirini məhz Moskvanın maraqlı olduğu bölgələrdə artırıb. Digər Şərqi Avropa ölkələri, Baltik regionu və Ukrayna xətti buna nümunədir. Bu baxımdan analitiklər Ermənistanla Polşa arasındakı son təmasların qarşılıqlı praktiki fəaliyyətə çevriləcəyini istisna etmirlər.